Yəni xəstəmiz daxil olmuşdu sidik kanalının daralmasıyla. Xəstəmiz özü həkimdir, kolleqamızdır. Xəstəmizdə arxa uretranın böyük ölçülü bir daralması aşkarlandı. Meningi kateter verir. Xəstəmizə bukkal greft götürdük, ventral online plastika eləmişik xəstəmizə. Bukkal grefti bir hissəsini sidik kanalını oynama açandan sonra sol yan divarına biz tərəfdən sağ tərəfini dikmişik. Xəstəmizə indi 16 nömrəli fali kateter qoyuruq. Aşağıya və yuxarıya doğru xəstəmizin sidik kanalının keçiriciliyi yoxlanıb. Kateteri qoyuruq buradan. Evet, buradan keçdi. Bunu saxla orada. Burada saxla. Buradan keçdi. Tam axıra qədər gəlsin. İndi distal hissəyə, proksimal hissəyə keçiririk. Gördünüz, buradan da çox rahat keçirdik. Çox gözəl. Balonu doldururuq. Və bundan sonraki mərhələdə eləyəcəyik. Bukkal grefti bunun üzərinə tikəcəyik. Sonra spongioz cismi də bunun üzərinə tikib əməliyyatımızı bitirəcəyik. Doktor doldurun. Böyle. 10 gram lazım. Doldu. Bastı.